Dostlar, Park Bulvarın qarşısındayım. Bugündən burada 10 günlük outlet qaraj günləri başlayır. Gedə görə içəridə nə var, nə yox. Burada millət var. Cəmaət deyəsən daşıyıb aparır. Rodrigo'da 15 manata, hətta 10 manata da geyimləri var. 9.99-a burada belə şalvarlar var. Demək olar ki, əksər mağazaların qarşısında 80%-ədək indirim sözləri yazılıb. Bax burada İtalyan məhsullarıdır. İtaliya aşiqləri gəlib buradan özünə uyğun nəsə tapa bilər. Ümumiyyətlə, bura parking bağlıdır burada bu günlərdə. Ona görə də çalışın gələndə maşınsız gəlin. Millətə fikir verin. Fikir verin. Hamı nəsə axtarır. İnşallah ki, istədiklərini taparlar. Burada parlaq imzaların kitablarıdır, düzdürmü? 20% endirimdə. Şüarları da çox gözəldir. Oxucu candır. Burada dostları, doğmaları görmək ayrıca bir keyfdir. Sağ ol. Tapmısınız? Xeyirli olsun, mübarək. Bu iki qardaş deyir ki, sənin videondan gəlmişəm bura. Adidas'ın məhsullarını axtarırlar. Dostlar, mən elə bilirdim ki, maksimum indirim 80%-ə qədərdir. Hətta bəzi yerlərdə 90% indirim var. Fikir verin. Vallahi fabrikanın qabağındayım. Burada qiymətləri əl üstü göstərim sizə. Köynəklər 19 manatdan başlayır. Şalvarlar 29-dan, ayaqqabılar 69-dan. Baba millət var, millət. Fikir verin, 15 manata köynək. Sədərək qiymətinə paltar satırlar Park Bulvarda. Bunların çox keyfiyyətli məhsulları olur Chico'nun. Yəni bilənlər bilir də, tərifə ehtiyac yoxdur. Burada da indirimlər var. Bu Isabel Garcia'dır. Burada da xeyli adam var. Bilmirəm, özlərinə uyğun nəsə tapa bilirlər yoxsa yox, amma baxıram ki, dəhşət çox müştərisi var. Bura Samsaradır. Türk firması Samsara. 280-dən düşüb 84-ə. 250-dən 75-ə düşüb. Dəst. Giziya məşhur mağazadır. Yəqin ki, bilənlər bilir. Burada nə qədər adam var. Bu kurtkalar yeni kolleksiyadır. 95-ə düşüb. 50 manat. Bu şuba jiletkalar. Bu natural norkadır. Bu neçəyə düşüb bu? 250-yə düşüb. Bugün birinci günüdür outletin. 10 gün səhər 10-dan axşam 10-a qədər outletə gəlib məhsullara baxa bilərsiniz. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.